Müharibədən sonraki dönəmdə təbii ki, biz müharibədə qalib gəlsək də, biz müharibədə eee, zəif və güclü tərəflərimiz hamısını araşdırmışdıq və Azərbaycan ordusunun hansı tərəfləri zəifdir və yaxud da ki, nəyi daha da gücləndirə bilərik? Yəni əslində bu paradda nümayiş olunan texnikalar həm də bu yöndədir və ümumiyyətlə biz alınan silahları, orduya ayrılan vəsaiti və yeni silahlanma, yeni qoşun növlərinin yaranması bu təkcə mən həmişə bunu deyirəm, bu təkcə Ermənistan üçün nəzərdə tutulmuyor. Bu hətta deyərdim bu Cənubi Qafqaz üçün də nəzərdə tutulur. Bu dolayısıyla Cənubi Qafqazdan maraqlıları olan bütün dövlətlər üçün nəzərdə tutulur ki, əgər bu regionda nə hansısa bir hadisə baş verərsə, Azərbaycan nəinki müqavimət göstərəcək, lazım gəlsə diplomasiyla da gedəcək. Və ona görə də hesab edirəm ki, bu yöndə addımlar atılır və əsas məsələlərdən onun biri də ondan ibarətdir ki, Azərbaycan ordusunda bir qədər yəni diqqətdən kənar qalan istiqamətlərdən biri donanmadır. Çünki Azərbaycanın donanma istiqamət aparırdı. Amma biz gəmi əleyhinə raketlər alınandan, sistemlərin alınandan artıq bu istiqamətdə fokuslandığımızı göstərmişik və bundan sonraki mərhələlərində düşünürəm ki, Azərbaycanın ən azından J-17-lərdən əlavə J-10-ların alınması ilə bağlı, Çin istehsal olan J-10-ların alınması ilə bağlı da iddialar var. Bundan əlavə Su-30'ların, Rusiyadan Su-30'ların alma ehtimalı məsələsi də gəldi çıxıb ortalığa. Yəni bunların hamısına baxdıqda biz onu görürük ki, ümumiyyətlə müharibələrdə hava üstünlüyü çox önəmlidir. Azərbaycan hava üstünlüyünə nəinki region səviyyəsində, regiondan daha artıq səviyyədə Azərbaycan hava üstünlüyünə malik olmağa çalışır, qarşısına bir məqsəd qoyur və bu hər şey qoyulmuş kənara bu təhlükəsizlik üçün çox önəmlidir. Yəni əslində Azərbaycan bundan sonraki alınan silahlar və bundan sonraki danışıqların aparıldığı silahlar və nəzərdə tutulduğu alınacaq silahları bir nəzərdə tutanda Azərbaycan ən azından bundan sonraki 50 ilini və bir daha artığını qarantılmaq istəyir. Yəni bütün dövlətləri belədir. Biz Amerika'da bütün Amerika'ya da baxanda biz onu görürük, Çin'e de baxanda, Rusya'ya baxanda, Türkiye'ye de baxanda bütün dövlətlər bu istiqamətdə işlər aparır. Məsələn, Türkiyənin özünü götürək, Türkiyənin özü 2028 üçün bir çox silahların alınması və istehsalı ilə bağlı artıq işlər aparır. Rusya eynən, Amerika eynən və Çinin özü də eynən. Yəni bütün dünya silahlanır və qarşıdan böyük bir müharibənin gəlmə ehtimalı məsələsi var. Buna görə də istər böyük dövlət olsun, istər kiçik dövlət olsun, hər kəs silahlanmalıdır, hər kəs silahlanacaq və hər kəs sağ qalma uğrunda özünü göstərəcək, mübarizə aparacaq və ona görə də düşünürəm ki, Azərbaycan arxain olmadı və məsələn, bəzi insanlar vardı, belə düşünür ki, Qarabağ müharibəsi bitdi, artıq bundan sonra bizim üçün heç nə ola bilməz. Bu düşüncə də olmadı və hesab edirəm ki, bu doğru yanaşmaydı. Yerində saymaq olmazdır, Azərbaycan yerində saymadı və daha artığını eləməyə çalışdı. Bu da əslində Ermənistanın Hündür sülhdən danışmasının daha çox sülhün üstünə gəlməsinin səbəblərindən də biri budur ki. Məsələn, Azərbaycan əgər arxainlik yaratsaydı, olduğu kimi yerində qalsaydı, Ermənistan iki kimi danışmayacaqdı Azərbaycanla. Və ona görə də düşünürəm ki, silahlanmanın bu formada davam edilməsi vacib məsələdir. Xüsusilə dron sahəsində biz Rusiya-Ukrayna müharibəsində biz bu şəkildə görürük ki, az qala bir əsgərin üzərində 2 dron göstərir. Yəni belə bir dünyada artıq dronlar çox önəmlidir və hesab edirəm ki, biz çox önəmli yenə də təkrar etmək istəyirəm ki, yerli istehsalat, önəmli yerli istehsalat silahlarının da ümumiyyətlə ordu silahlanmasına qəbul olunması və onların paradda görülməsi hesab edirəm ki, çox gözəl olur.